Salam, hər vaxtınız xeyir. Xoş gördük bir daha hamımızı. Bugünkü qonağım Əmrah müəllimdir. Əmrah müəllim, çox sağ olun gəldiyiniz üçün, təklifimi dəyərləndirib gəldiyiniz üçün dərin minnətdarlığımı bildirirəm. Siz sağ olun. Bugün yəqin ki mövzumuz mənim təzə işığızı görən əks kütüklərin dostluğu adlı əsərdən olacaqdır. Bununla bağlı Əmrah müəllimin özünün xüsusi video çarxı olacaqdır ki, öz fikirlərini ətraflı şəkildə kitab barədə ümumi bildirəcəkdir inşallah, Allah qoysa. İndi isə bir xırda, kiçik bir istərsinizsə bir məlumat ümumi, yəqin bir oxucuları da bir nəsə maraqlı olacaq bir sujet haqqında. Mənim üçün də yəni çox xoşdur, həqiqətən. Əlbəttə. Əvvəla mən dəvətə görə təşəkkür edirəm. Çox sağ olun. Minnətdaram. Bu kitabın belə qalın olmağına baxmayın. Kitabın qalınlığından qorxmaq bir oxucu üçün, yəni biraz qəbul olunmazdı. Mən bunu 5 günə oxuyub qurtardım, birinci hissəsini. Yəni olduqca axıcı, fikirlər tam poetik şəkildə ifadə olunub. Oradakı prototiplərin bəlkə də oxuyanda bir çoxunu siz həyatda görmüş olacaqsınız. İstər sinif yoldaşlarınızdan, istər tələbə yoldaşlarınızdan və hətta orada əsas obrazlarla yanaşı digər obrazlarında həyatda, uşaqlıqda gördüyü travmaları sanki dəyərli yazıçımız bizim üçün açır və insan həyatında uşaqlıq travmasının vacibliyini xüsusilə vurğulayır, dəfələrlə. Əsərin söhbəti yox, ümumilikdə kitabda da faiz məsələləri çoxdur. Məsəl üçün, yazıcı dəqiq fikrini ifadə etməkdən ötürü bəzən deyir 80%, 85%. Mən də əsəri ümumilikdə bəyənmişəm və bəyənmədiyim bəzi tərəfləri də var. Necə ki, dünyanın ən möhtəşəm nəhəng yazıçıları var, onların əsərləri mən deyərdim ki, daha çox tənqid olunur. O cümlədən də bu kitabın da əlbəttə ki, tənqidi tərəfləri olacaq. Onları mən öz Instagram səhifəmdə video, rolik şəklində sizlər üçün təqdim edəcəm. Çox sağ olun, minnətdaram. Siz sağ olun. Müəllim, çox gözəl sözlər üçün minnətdaram. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Sağ olun.